Skandinav dastanları. Allahlar haqqında dastanlar. Kral Gulfinin Asgarda səyahəti. Müdrik və xeyirxah Kral Gulfinin İsveçdə hökmranlıq etdiyi qədim zamanlarda yad ölkədən onun yanına heç kəsin tanımadığı bir səyyah qadın gəldi. O, öz qəribə mahnıları ilə Gulfin elə məftun etdi ki, kral bu qadına 4 öküzün bir gün bir gecəyə şumlaya biləcəyi torpaq sahəsini hədiyyə kimi təklif elədi. Gifeonun, səyyah qadının adı belə idi, böyük allahlar nəslindən, aslardan olduğundan onların ecazkar gücündən Gulfinin xəbəri yox idi. Qadın Gulfinin yanına gəlməmişdən əvvəl uzun müddət nəhənglər ölkəsində Jotunheimdə yaşamış, nəhəng öküzlər cildinə girən 4 qüdrətli oğul doğmuşdu. Gifeon onları Jotunheimdən gətirib Çotana qoşanda oğlanlar İsveçdən iri bir torpaq parçasını qoparmış və dənizə aparmışdılar. Bu torpaqdan adı əmələ gəlmişdi ki, indi də oradadır və ona Selund, Zelandiya deyirlər. Təəccüblənmiş Gulfi Gifeondan onun əsil nəcəbini soruşmağa başladı. Aslan nəslinə mənsub olduğunu biləndə dərin fikrə getdi. Gulfi öz-özünə dedi: "Bir gör bu aslan necə ağıllı və güclüdürlər ki, dünyada hər şey onların arzusu ilə yaranır. Ancaq kim mənə deyə bilər ki, bu gücü onlar haradan alırlar? Bəlkə onlardan da böyük və daha ağıllı allahlar var. Aslar bu allahlara xidmət göstərir və onlar da bunun əvəzində aslara öz qüvvələrini verirlər." Gulfi belə düşünürdü və düşündükcə də həqiqəti öyrənmək arzusu şiddətlənirdi. Nəhayət, o öz sarayını tərk etmək və asları tapıb suallarına cavab tapanacan dünyanı seyrə çıxmaq qərarına gəldi. Başqa müdrik adamlar kimi sehirbazlığın sirlərinə yiyələnmiş Gulfi heç kəs onu tanımasın deyə qoca cildinə girdi. Əyninə dilənçi paltarı geydi. Əlinə əsa götürüb yoxsul səyyah adı ilə yola çıxdı. İsveç kralı uzun müddət dünyanı gəzdi. Müxtəlif xalqlarla tanış oldu. Cənubu da, şimalı da, qərbi də, şərqi də gördü. Lakin kimə müraciət etdisə, heç kəs ona Asgardın, aslara məxsus gözəl ölkənin yerini nişan verə bilmədi. Yolunu göstərmədi. Gulfi heç bir şey öyrənməyib kor peşman evə dönməyə hazırlaşanda, həmişə hər şeyi bilən allahlar onun səyahətindən xəbər tutdular və sirri açmağı qət etdilər. Bir dəfə allahları tapmaqdan ümidini üzmüş Gulfi yorğun halda tək-tənha çöldən keçəndə birdən-birə onun qarşısında yerdən çıxmış kimi qeyri-adi əzəmətə və gözəlliyə malik bir qəsr ucaldı. Bu qəsrin damı lap göyəcən qalxmışdı və gün işığında par-par parıldayırdı. Gulfi baxıb gördü ki, dama kiremit əvəzinə saf qızıldan qayrılmış girdə lövhələr döşənib. Görünür, Asgarda gəlib çatmışam deyə Gulfi fikirləşdi. Yer üzünün heç bir kralı bu cür varlı ola bilməz. Burada allahlar yaşayır. Deməli, sərgərdanlığım qurtardı. Gulfi qəsrə yaxınlaşdı və qapının ağzında bir adam gördü. Bu adam 9 bıçağı bir əlindən o biri əlini elə ustalıqla atırdı ki, bıçaqların 7-si həmişə havada olurdu. O, Gulfini görüb bıçaqları bir tərəfə qoydu və İsveç kralından onun kim olduğunu, bura nə üçün gəldiyini soruşdu. Kral 2 qat əyilib dedi: "Mən kasıb səyyaham. Adım da Gangleridir. Budur, bir neçə gündür ki, yolu azmışam. İndi harda olduğumu, öz ölkəmə necə qayıdacağımı özüm də bilmirəm. Aclıqdan, susuzluqdan yorulub əldən düşmüşəm." Bıçaq oynadan adam dedi: "Yaxşı, Gangleri, bu qəsrə buyur. Burada qonaq qal. Mən səni bizim kralların yanına apararam. Onlar mehribandırlar. Sən onlardan istədiyin şeyi ala bilərsən." O, ayağa qalxıb Gulfiyə ardınca gəlməyi təklif etdi. "İçəri girməyinə girərəm. Ancaq buradan çıxa biləcəyəmmi?" deyə yalançı səyyah həyəcanla ətrafa baxa-baxa qorxu ilə fikirləşdi. Onlar bir çox bəzəkli salondan keçdilər. Bu salonların hər biri şəhər meydanı boyda idi və hər salonda uzun stollar qoyulmuşdu. Stolların ətrafında müxtəlif qəbilə və xalqların nümayəndələri əyləşmişdilər. Onlar yeyir, içir və zər atırdılar. Başları oyun elə qarışmışdı ki, İsveç kralını və onun bələdçisini belə görmədilər. Nəhayət, Gulfinin gözləri bu tamaşadan yorulanda hər ikisi əvvəlkilərdən daha geniş və daha gözəl bir salona gəldi. Salonun ortasında 3 taxt görünürdü. Bu taxtlarda şahanə görkəmli 3 kişi oturmuşdu. Bıçaqlı adam Gulfiyə dedi: "Budur bizim 3 kralımız. Ən alçaq taxta oturanın adı Xar. Ortadakı taxta oturanın adı Yafunxar. Ən hündür taxta oturanın adı isə Trididir.
Bu vaxt xar əlinin işarəsi ilə Gülfiyə əmr etdi ki, yaxınlaşsın. Sonra ondan kim olduğunu, bura nə üçün gəldiyini soruşdu. Gülfi yoxsul səyyah və adının Qanqler olduğunu, yol azdığını titrək səslə təkrar etdi. Onun özünü itirdiyini görən xar şəfqətlə dedi: "Bizdən qorxma qərib. İstədiyin salona gir, istədiyin süfrənin yanında əyləş. İstədiyini ye, iç, sonra da uzanıb yat. Səhər səni yola salarlar. Öz ölkəni tapmaq üçün sənə kömək eləyərlər." Xanın mehriban danışığı yalancı Qanqlerini ürəkləndirdi və o cürətlənib dedi: "Mən bir neçə gündür ki, ac-susuzam. Uzun yol keçib gəlmişəm. Ancaq məndə oyanan maraq hissi aclıqdan, susuzluqdan, yorğunluqdan da güclüdür, əziyyətlidir. İcazənizlə hər şeydən əvvəl sənə bir neçə sual verim." "Soruş qərib," deyə xar cavab verdi. "Əgər sənin bircə sualın cavabsız qalsa, qoy oturduğum yerdən diri qalxmayım." O biri iki kral da təkrar etdi: "Soruş qərib, soruş və sən bilmək istədiyin hər şeyi öyrənərsən." Gülfi də soruşmağa başladı. Saatlar keçir, günəş qərbə doğru enir, Gülfi isə suallarını bir-birinin dalınca verir və onların hər birinə cavab alırdı. Beləliklə, o dünyanın necə qurulduğunu, nəhənglərin, allahların və insanların necə yarandıqlarını, ayın və günəşin göydə necə hərəkət etdiyini öyrəndi. Aslanın şanlı işlərindən və igidliklərindən xəbərdar oldu. Nəhəng Grim Tursenlərə qarşı apardıqları amansız mübarizə haqqında söhbətə qulaq asdı. Allah Lokinin dəhşətli uşaqları, canavar Fenris, Valanın peyğəmbərliyi, nəhayət dünyanın son günü, Allahların qara aqibəti barədə deyilənləri eşitdi. Elə bunu eşidən kimi göy vahimə ilə guruldadı və Gülfi gördü ki, yenə səhrada tək-tənha qalıb. Gülfi başa düşdü ki, indicə söhbət elədiyi krallar əslində Allahlar imişlər və o evə qayıtmağı, Aslar ölkəsinə səyahəti zamanı öyrəndiklərinin hamısını insanlara danışmağa qət etdi. Onun hekayəti atadan oğula, babadan nəvəyə keçdi və nəhayət gəlib bizim günlərə çatdı. Gülfinin öyrəndikləri isə bunlar idi.